ikisini də ümumdaxili məhsul və ümummilli məhsulu müqayisə edib bunun barədə məsələ həll edəcəyik. İlk olaraq qeyd edək, ümumdaxili məhsul nədir, ümummilli məhsul nədir? Ümumdaxili məhsul ölkədə olan xarici şirkətlərin və ölkədə olan yerli şirkətlərin istehsal etdiyi məhsul, yəni əmtəə və yaxud da xidmətin dəyəridir. Ümummilli məhsul isə ölkədə yerli şirkətlərin və xaricdə olan şirkətlərin istehsal etdiyi məhsulların dəyəridir. ÜDM və ÜMM nə olur? ÜDM ümumdaxili məhsul olub, ölkə daxilində yerli şirkətlərin və xarici şirkətlərin istehsal etdiyi məhsuldur. ÜMM ümummilli məhsulu isə ölkə daxilində yerli şirkətlərin və xaricdə olan şirkətlərin, hansılar ki bizim üçün şirkətlərin yaratdığı, istehsal etdiyi məhsulların dəyəridir. Bir məsələyə baxaq. Ölkənin ümumdaxili məhsulunun dəyəri 30 milyarddır. 30 milyard dolar. Yazıram bura 30. Ümummilli məhsulunda isə 18,5 milyard dolar. Bu dövlətin ölkə xaricindəki məhsulunun həcmi 4,5 milyarddır. Ölkə xaricində deyirsə 4,5 milyard buraya yazıram. Bizdən də soruşur ümumdaxil məhsulda xarici şirkətlərin payını. Baxıram. Bu ikisinin cəmi verməlidir ümummilli məhsulu. 18,5 bu, 4,5 bu. Bu neçə olur? 14 milyard dolar. İndi baxıram. 14'ü bilirəm, 30 bilirəm. Cəmi 30 olmalıdır. Bu neçə olar? 6 milyard